Salam. Bugünkü dərsimiz yerin günəş ətrafında hərəkəti dərsidir. Sürət qrupuna aid olan dərslərdir. İndi isə yerin günəş ətrafında hərəkəti ilə bağlı dərsə keçək. Ümumiyyətlə, yerin günəş ətrafında hərəkəti biz bildiyimiz kimi yer kürəsi günəş ətrafında 940 milyon kilometr ərazi qət edir il ərzində və yerin bu məsafəni təqribən 30 saniyədə 30 kilometr sürətlə hərəkət edərək 365 gün 6 saat 9 dəqiqə ərzində tam dövr eləyir. Bu yerin günəş ətrafında hərəkət etdiyi əsas istiqamətdir və bu hərəkət edən zaman yer öz xəyali oxu. Xəyali oxu nədir? Bir dənə diqqətlə baxağın. Yerin xəyali oxu yerin yuxarısından, yəni tam yuxarısından, mərkəzindən keçməklə aşağı doğru çəkilən tam xəyali oxudur. Yəni alimlərin xəyalində qurduğu ox bu xəyali ox adlanır. Deməli, burada yerin xəyali oxu yerin günəş ətrafında hərəkət edən zaman müəyyən meyilliliklərə sağa və yaxud da sola istiqamətində meyillilik olur. Bu meyillilik də dərəcəsi də 66,5 dərəcə meyillilik olur. Fikir verin, bu xəyali oxudur. Xəyali oxu ətrafında fırlanmasıdır və o yerin günəş ətrafında hərəkəti zamanı fikir verin, görürsüz, meyilliliyi var. Məsələn, birinci aya baxaq. 22 iyun tarixi yay gündönümü günüdür. Bu vaxt fikir verin, yerin öz xəyali oxuna meyilliliyi əsasən belə deyək, cənub istiqamətindədir. Yəni necə? Yerin xəyali oxu özünü cənub istiqamətinə meyilli edib. Yəni cənub istiqamətinə fırlanıb, yer öz şimal istiqamətini, şimal yarımkürəsini günəşə tərəf tutub. Nəticədə həmin zaman şimal yarımkürəsində yay fəsli başlayır. Günəş üfüqdə daha hündürdə olur və 23,5 dərəcə şimal tropikində günəş 90 dərəcə bucaqla nə olur? Zenitdə olur. Zenit nədir? Günəşin hər hansı bir əraziyə 90 dərəcə bucaqla düşməsidir. Bu olur 22 iyun tarixində. Və 22 iyun tarixindən sonra günəş ətrafında hərəkət edən yer 23 sentyabr ərzində, yəni 3 ay müddətində yenidən öz meyilliliyini, yəni əvvəl belə deyək də, burada daha aydın şəkildə bu formada ki, göstərəcəm sizə. Bax, fikir verin, 22 iyun tarixində, bax, yerin öz oxuna meyilliliyi, fikir verin, bu istiqamətdədir. Bax, belədir və bu zaman yay fəsli başlayır. Şimalda yay, cənubda isə qış fəsli başlayır və şimal tropiki 23,5 dərəcə şimal enliyində günəş zenitdə olur. Bunu yəni yadımızda saxlayaq mütləq şəkildə və həmin tarixdə şimal yarımkürəsi yay, cənub yarımkürəsi isə qış fəslində olur. Bir də ki, bu 22 iyundan 23 sentyabr tarixinə qədər, bu yerin öz xəyali oxuna əvvəl belə deyə meyilli deyildi, 66,5 dərəcə. Daha bax belə də göstərə bilərəm tam. Bax burada meyilli idi. Bu 66,5 dərəcə meyilli idi. İndi nə oldu? 23 sentyabr tarixində bu meyillilik 90 dərəcəyə gəldi. Yəni 90 dərəcə şəklində, 90 dərəcədə xəyali müstəviyə xəyali oxu meyilli oldu. Və nəticədə həmin tarixdə 23 sentyabr payız gecə-gündüz bərabərliyi günüdür. Şimal yarımkürəsində payız fəsli başlayır, cənub yarımkürəsində yaz fəsli başlayır. Şimal yarımkürəsində qış, belə deyək də, gecələrin uzunluqları artır, gündüzlərin uzunluqları isə qısalır. Cənub yarımkürəsində gündüzlərin uzunluqları artır, gecənin uzunluqları isə qısalır. Sonra 23 sentyabrdan sonra yenə 3 ay müddətində 22 dekabr tarixinə qədər artıq yer yenə də əvvəl 90 dərəcə meyilli deyildi, indi yenə də 66,5 dərəcə meyilli olur və bu dəfə cənub yarımkürəsini günəşə tərəf daha çox göstərir. Nəticədə günəş şüaları cənub tropikinə, yəni 23,5 dərəcə cənub enliyinə 90 dərəcə bucaqla düşür, yəni zenitdə olur. 90 dərəcə bucaqla həmin əraziyə zenit vəziyyəti də adlanır, zenitdə olur və nəticədə bu zaman cənub yarımkürəsində yay fəsli, şimal yarımkürəsində isə qış fəsli başlayır. Yadınızda saxlayın.
Bunda nə olur? Şimal yarımkürəsində deməli, qış fəslinin başlaması, burada günəş şüalarının az düşməsi, az bucaqdan düşməsi, cənub yarımkürəsində isə yay fəslinin başlaması cənub yarımkürəsində günəş şüalarının çox düşməsinə gətirib çıxardır. 22 dekabrdan sonra günəş şüası günəş ətrafında belə deyək, hərəkət edən yer kürəsi nə edir? Yenidən 21 mart tarixinə qədər yenə də öz xəyali oxu müstəvisinə 90 dərəcədə nə olur? Zenit vəziyyətinə, 90 dərəcədə meyilli il vəziyyətinə gətirib çıxardır. Bunda da yenə buna yaz gecə-gündüz bərabərliyi günü deyilir. Buna əsasən də hər iki yarımkürə bərabər şəkildə işıqlanır. Ekvatorda 12 saat gündüz, 12 saat gecə olur və bu zaman cənub yarımkürəsində gündüzlər qısalmağa, gecələr uzanmağa, şimal yarımkürəsində isə gündüzlər çoxalmağa, gecələr isə qısalmağa doğru hərəkət eləyir. Bax, bunlar əsasən yerin günəş ətrafında hərəkəti nəticəsində baş verən hadisələrdir və burada biz bilməliyik ki, günəş harda zenitdə olur filan tarixdə. Məsələn, 23 sentyabrda günəş harda zenitdə olur? Sən bilməlisən ki, ekvator üzərində 90 dərəcə bucaqla düşür. 21 martda yenə ekvator üzərindədir. 22 iyunda günəş harda zenitdə olur? 23.5 dərəcə şimal tropikində. 22 dekabrda günəş harda zenitdə olur? 23.5 cənub tropikində. Yəni biz bunları bilməliyik ki, bu tipli sualların, məsələlərin həllində də bunları biz neyniyək? Yaza bilək. Bir də ki, həmin tarixdə 66,5 dərəcə şimal enliyi və 66,5 cənub enliyi ilə qütb arasında bəzi proseslər baş verir. Bunlar nədir? Bunları indi mən sizə izah edeyim. Deməli, 66,5 dərəcə şimal enliyində deməli, şimala olan ərazilər, məsələn, 22 iyun tarixində qütb gündüzləri müşahidə olunur. Qütb gündüzləri. Yəni necə? Burada ümumiyyətlə günəş batmır, elə daima səmada qalır. 66,5 dərəcə, yəni qütb dairəsində bir gün baş verir bu proses. Ondan şimalda olan bütün nöqtələrdə isə demək olar ki, uzun müddətli qütb gündüzləri müşahidə olunur. Və 22 iyunda cənub qütb dairəsindən olan cənubda olan ərazilərdə nə olur? Qütb gecələri olur. Yadınızda saxlayın. Orada da gün çıxmır. Qütb gecələri baş verir. Sonra bəs 22 dekabr tarixində nə olur? 22 dekabrda əksinə şimal qütb dairəsində bir gün və ondan şimalda olan hissələr isə uzun müddət qütb gecələri. Burada isə cənub qütb və qütbdən cənuba olan hissələr isə, cənub qütb dairəsindən cənuba olan hissələr isə qütb gündüzləri müşahidə olunur. Bunu yadınızda saxlayın. Bax, bunlar da əsasdır. İndi isə gəlin bunlarla bağlı məsələlərə baxaq. Deyir ki, məsələn, burada günəş şüalarının düşmə bucağı ilə bağlı bəzi məsələ tipləri olur. Bunlara indi bir dənə diqqət eləyək. Məsələn, bu düsturu biz birinci bilməliyik. 90 çıxılsın, verilən enlik plus minus zenitdə olan enlik bərabərdir günəşin düşmə bucağı. Bax, belə sadə bir düsturla inşallah bunu hesablamağı başlayacağıq. Məsələn, deyir ki, 22 dekabr tarixində, 22 dekabrda 10 dərəcə şimal enliyinə günəşin düşmə bucağını tapın. İndi fikir verin. 22 dekabrda biz bilməliyik ki, birinci olaraq 22 dekabrda günəş harda zenitdə olur? 22 dekabrda mən bilməliyəm ki, 22 dekabrda günəş 23.5 dərəcə cənub enliyində zenitdə olur. Bunu biz bilməliyik. Yəni günəş bura 90 dərəcə bucağından düşür. İndi deyir ki, 10 şimal enliyinə günəşin düşmə, 10 dərəcə şimal enliyinə günəşin düşmə bucağını tap. İndi 10 dərəcə şimal enliyində buradadır. İndi biz nə etməliyik? Uşaqlar diqqətlə əsas bunu baxın, fikri tutun, əsas nədir burada? İndi fikir verin. 23.5 dərəcə cənub enliyi ilə 10 dərəcə şimal enliyi arasında nə qədər məsafə var? 23.5 cənub enliyi ilə 10 dərəcə şimal enliyi arasında birinci məsafəni tapmalıyıq. Bax, deməli, bu düsturda da əsas onu verir. Verilən enlik ilə zenitdə olan enlik arasında məsafəni tap birinci. Bax, bu mötərizənin içindəki onu səndən tələb edir. Yəni 23.5 cənubdursa, 10 şimaldırsa, biz dedik ki, koordinatlar keçəndə əgər müxtəlif yarımkürədə olursa,
toplanılır. Eyni yarımkürədə olursa çıxılır. Məsafəni tapmaq üçün, bunlar arasında məsafəni tapmaq üçün. Deməli 23.5 cənubla qoyun şimal enliyi arasında məsafəni mən tapmaq istəyirəmsə, bunları nə edirəm? Bir-birindən toplayıram. Biri şimalda, biri cənubda da müxtəlif yarımkürədədir. Olur 33.5 dərəcə. Düzdür? Bunu tapdıq. İndi bu 33.5-i tapandan sonra biz bilirik 23.5 dərəcə 23.5 dərəcə cənub enliyinə 90 dərəcə düşür. Və yaxşı 33.5 dərəcə uzaqlıqda buna nə qədər düşəcək? İndi bunda nə edirik? Həmin aldığımız o məsafəni 90-dan çıxırıq. Bax burada da elə mötərəzədə 33.5 almadın cəmi. Yəni fərqi. Ondan sonra 90-dan 33.5-i çıxdıq. Nə oldu? 90-dan 30 çıxdın 60, 60-dan 3 50, 56.5 dərəcə. 56.5 dərəcə deməli 10 şimal enliyinə günəşin düşmə bucağı belə deyək bu qədərdir. Yenə deyirəm, bax bir də təkrar edirəm uşaqlar. Birinci günəşin düşmə bucağını tapmaq istəyirsənsə, həmin ərazinin günəşin zenitdə olduğu 50 kilo arasındakı məsafəni tap. Yəni bura 23.5-dirsə, bura 10 dərəcədir. Bunlar arasında müxtəlif yarımkürədə olduğu üçün 33 dərəcə məsafə var. İndi bu 90 bura 90 dərəcə düşür də, düzdür? 33.5 dərəcədə bunlar arasında məsafə olduğu üçün həmin o məsafəni də bu 90-dan çıxırsan və tapırsan ki 56.5 dərəcə günəş zenitdə olur. Sonra digər bir məsələ tipi var. Buna baxaq. İndi məsələn verir ki, tutaq ki, günəş belə deyək 6 dərəcə şimal enliyində zenitdədir. Artıq zenitdə olduğu enliyi verib. Deyir ki, 10 dərəcə şimal enliyində bir dağın yamacı şimala tərəf baxır, şimal istiqamətindədir və 15 dərəcəlik bir meylliliyi var şimala tərəf. İndi biz burada nə edirik? Diqqətlə qulaq asaq. 6 dərəcə şimal enliyi buradadır. Düzdürmü? Bunu yazdıq. 10 dərəcə şimal enliyi də buradadır. İndi 6 ilə 10 dərəcə arasında nə qədər məsafə var? Burada 4 dərəcə var. İndi bu 90-dan da bilir ki, bu düstur heç. Bu düsturdan biz istifadə edirik. Sadəcə bunu sadə formada verirəm. Qoy düsturu da yazım. Yəni sizə çaş-baş salmasın. Bax, bərabərdir günəşin düşmə bucağı. İndi bax burada 10 dərəcə verilən enlikdir. Zenitdə olan isə 6-dır. İkisi də eyni yarımkürədədirsə, nə edirsən? Çıxırsan. Çıxdın, elədi 10-dan 6 çıxdın, elədi 4. Plus minus niyə görə deyirəm? Plus olanda, müxtəlif yarımkürə olanda topla, eyni yarımkürədə olanda çıx. Bax, buna görə plus minus qoyuram. Deməli, 10 dərəcədən 6 dərəcə çıxdıq, qaldı 4 dərəcə. İndi 6 dərəcədə 90 dərəcə günəş şüası düşürsə, 4 dərəcəlik məsafə nə qədər edir? Edir 86 dərəcə, deməli 10 şimal enliyinə düşür. Amma burada bir məsələ var. Burada dağın, həmin o dediyi dağın yamacı 15 dərəcə şimala tərəfdir. Yəni, bax, bu dağın, həmin dağın yamacı 15 dərəcə şimala baxır. Şimala, 15 dərəcə şimala baxır. Yəni, cənuba baxmır da, elə bil günəşin əks tərəfinə baxır. Günəş buradadır, zenitdədir. Günəş burada zenitdədir. Bax, bu istiqamətdə, bir dəqiqə. Günəş burada zenitdədir. Burada. Bu günəş burada zenitdədir, fikir verin. Ancaq bu şimala baxır. Yəni bunun əksinə baxır. Deməli burada da günəşin şüası da biraz azalacaq. Çünki meyillilik o tərəfə deyil. Əgər əksinə meyillilik olsaydı, artıq bu tərəfə baxanda, yəni cənuba baxanda bu meyillilik çox olacaqdı. Yəni günəşin düşmə bucağı da çox olacaqdı. İndi sözüm canı nədir? Yəni burada 86 dərəcə tapmadım, burada hesabladım normal. 15 dərəcədə şimaladır. Onun şimalı olduğu üçün, yəni günəşin əks tərəfində olduğu üçün, günəşi görmədiyi üçün, az gördüyü üçün bu 15 dərəcəlik meyilliliyi buradan çıxırsan. Yəni 86-dan çıxırsan 15 dərəcə. Qalır nə qədər? 71 dərəcə. Gördünüz? Yəni burada nə elədik? Bir də ümumiləşdirək. Həmin ərazinin ümumi günəş düşmə bucağını tapdıq və o meyilliliyin şimala tərəf olduğu üçün ondan çıxdıq. Əgər əksinə cənuba tərəf olsaydı, onda toplayacaqdım. Çünki meyillidir, bilirsiniz, günəşin düşmə bucağına meyillilik də təsir eləyir də. Meyillilik, relyef,
yamacın ekspozisiyası, yəni elə meylliliyi odur, ona təsir edir. Məsələn, 10 dərəcə günəş düşürsə, biraz da meyillidirsə, o olur məsələn 5 dərəcə meyillidirsə, olur 15 dərəcə. Yəni meyillilik də buna təsir edir. İndi bu günəş tərəfin əksinə olduğu üçün bundan həmin ədədi çıxırıq. Yəni bax bu tipli məsələlər belə düşə bilər. Bir də ki, minimum maksimum məsələsi var. Tutaq ki, yadınızda saxlayın. Tropiklər arasında 23.5 ilə 23.5 arasında şimal və cənub tropiki arasında maksimum düşmə bucaqlar 90-dır. Minimum düşmə bucaqları isə onun əksi tərəfinə tapırsan. Məsələn, belə deyək də, tutaq ki, 10 dərəcə şimal enliyidir. Bunun maksimumu 90 dərəcədir. Çünki günəş burada zenitdə olur. Tropiklərdə bir dəfə, ekvatorların daxilində 2 dəfə. Deməli, əgər minimum tapmaq istəyirsənsə, 10 şimal enliyinə ən uzaq günəşin zenitdə olduğu nöqtəni götürməlisən. 10 şimal buradadır. Ən uzağı hansı olacaq? 23.5 cənub. Bunlar arasında məsafəni tapıb 90-dan çıxacaqsan. Olacaq sənə minimum, maksimum isə 90. İndi bu tropiklərdən kənarda olan enliklərdən isə burada da əgər maksimum tapmaq istəyirsənsə, bu məsələn burada olsun 20 dərəcə şimal enliyi, daha doğrusu 30 dərəcə şimal enliyi. İndi burada nə edəcəksən? Burada 30 şimal enliyidir. 30 şimal enliyinə maksimum hansında olar sizcə? Maksimum 23.5 şimal enliyinə, yəni ona ən yaxın olan, zenitdə olan enlik hansıdır? 23.5-dir. Bax, birinci bundan hesablayacaqsan, bu olacaq maks. Yəni bunlardan hesablayıb günəşin düşmə bucağını tapacaqsan. Bir də minimum hansı olar? 30 şimal enliyinə ən uzaq günəşin zenitdə olduğu isə 23.5 cənub enliyidir. Bundan da bir də bundan hesablayacaqsan, olacaq minimum. Bir də deyirəm, tropiklər daxilində günəş zenitdə olması, günəşin zenitdə olması əlaqədar tropik, yəni 23.5 şimalla 23.5 cənub arasında olan hər bir dərəcənin maksimumu 90-dır. 21 dərəcə olsun, 20 dərəcə olsun, fərqi yoxdur. Ancaq minimumu isə ona ən uzaq zenitdə olan enlikdir. Burada tropiklərdən kənarda isə məsələn verilən enlikdə, məsələn 30 şimal enliyinə ən yaxın olan enlikdə günəş zenitdədirsə bu maksdır. Ən uzaqda olan enlikdə günəşin zenitdə olması isə buna minimum günəşin düşmə bucağı verir. Bax bu məsələmiz də, bu dərsimiz də bu qədər. Ətraflı dərsin izahı verildi. İndi isə nə suallarınız da olsa inşallah qrupda da qeyd edərsiniz.